İmişli məktəbinin direktoru ilə bağlı ciddi iddialar, məhkəmə qərarı işdən çıxarmalar və diplom məsələsi gündəmdə. İmişli rayonu Hacalmuradlı kənd Şəhid Tarverdiyev adına tam orta məktəbin direktoru Ruslan İbayev ilə bağlı bir xəbər mediaya müraciət daxil olub. Müraciətdə direktorun fəaliyyəti ilə əlaqədar bir sıra ciddi iddialar səsləndirilir və aidiyyatı qurumlar tərəfindən araşdırma aparılması tələb olunur. Şikayət müəllifinin sözlərinə görə Ruslan İbayev son illər ərzində bir neçə əməkdaşı işdən azad edib. İddia olunur ki, təkcə cari tədris ilində 6 nəfər əməkdaş heç bir səbəb olmadan işdən uzaqlaşdırılıb. Müraciətdə qeyd edilir ki, işdən azad edilən şəxslərdən biri olan İmaməddin Həsənov məsələ ilə bağlı məhkəməyə müraciət edib. Şikayətçinin iddiasına görə məhkəmə tərəfindən qəbul edilən qərar Həsənovun xeyrinə olub və bu qərar işdən çıxarma prosesinin qanuniliyinə dair suallar yaradıb. Bununla yanaşı müraciətdə direktorun ayrı-ayrı şəxslərə qarşı təzyiq göstərdiyi və hədələyici ifadələr işlətdiyi iddia olunur. Şikayət müəllifi də müxtəlif təhdidlərlə üzləşdiyini bildirir. Müraciətdə daha bir diqqət çəkən məqam Ruslan İbayevin ali təhsil sənədi ilə bağlı səsləndirilən iddialardır. Şikayətçi direktorun diplomunun qanuniliyinin aidiyyatı dövlət qurumları tərəfindən araşdırılmasını tələb edir və bu məsələ ilə bağlı rəsmi yoxlamanın aparılmasının vacibliyini vurğulayır. Eyni zamanda müraciətdə yerli təhsil idarəçiliyində təmsil olunan bəzi vəzifəli şəxslərin məsələ ilə bağlı lazım addımlar atmadığı iddia edilir. Şikayət müəllifi hesab edir ki, məktəb direktorunun fəaliyyəti ilə bağlı səsləndirilən iddialar obyektiv şəkildə araşdırılmalı və hüquqi qiymət verilməlidir. Həmçinin o da bildirilir ki, direktorun qardaşı radikal qruplaşma üzvüdür və müxalif qüvvələrlə birgə çalışır. Qeyd edək ki, redaksiyamıza təqdim olunan müraciətdə qeyd olunan bütün məlumatlar iddia xarakteri daşıyır və tərəfimizdən müstəqil qaydada təsdiqlənməyib. Qarşı tərəfin mövqeyi olarsa işıqlandırmağa hazırıq. Cənab Prezidentə müraciət. Mən Həsənov Məmməddin Əşrəfoğlu, Cənab Prezident 2017-ci ildən İmişli rayon Hacalmuradlı kəndinin Qoşqar Tarverdiyev adına tam orta məktəbində dalandar vəzifəsində çalışmışam. 2017-ci ildən 2026-cı ilə qədər mənim heç bir töhmətim, heç bir gecikməm, işə gecikməm, heç bir xəbərdarlığım, bir gündə əmək haqqımın gecikməyi olmayıb. Vaxtında əmək haqqımı almışam. 2022-ci ilin sentyabrından Ruslan İbayev bizə direktor kimi, ümumi rəhbər kimi məktəbimizdə rəhbərliyi altında da 4 il çalışmışam. Lakin gəldiyi gündən dəfələrlə Cənab Prezident bizdən rüşvət yığdı, istədi, tələb elədi, verdik. Bu yekunda rüşvət istəyəndə, verməyəndə Cənab Prezident bizə dedi, sizi sərt şəkildə cəzalandıracaq. Cənab Prezident məni yanvar ayının 28-i 70-ci bəndi ilə işimdən azad elədi. İşimdən azad elədikdən də sonra o gündən bu günə də ailəmə və özümə təhdidlər eləyir. Deyir, səni kənddən də çıxardacağım işdən çıxartdığım kimi. Cənab Prezident, qardaşı da İbayev Rauf Bəxtiyaroğlu radikal qruplaşmanın üzvüdür. Ondan dəstək gəlir Əli Kərimlinin həmkarıdır. Qardaşı İbayev Rauf Bəxtiyaroğlu, Ruslan müəllimin böyük qardaşı. Onlar ondan dəstək gələrək məni və mənim ailəmi şantaj eləyir, təhdid eləyir. Başda da 31 illik pedaqoq atam olmaq şərti ilə. Cənab Prezident.